Nə vaxt işdən gəlirəm, deyir əti çıxarmışam. Buzu açılsın, yemək bişirəcəm. Ər arvadından şikayət etdi. Ayxam, 15 ildə evliyəm. Hər gün işdən evə gəlirəm. Deyirəm ki, yeməyə nə var? Deyir, bəs əti çıxartmışam, buzu açılmayıb dələ. Mən də yorğun, arğın insanam da, nağarım. Deyirəm ki, nə varsa qoy stola yeyəcəm. Gedir, nə gətirir? Badımcan. 15 ildir mən badımcan yeyirəm. Badımcanın bütün sortlarını yemişəm mən. O kabaçkidir, badımcandır, fərqi yoxdur, hamısından yemişəm. Mən də yazığam da, mən də yemək istəyirəm də, bu ətdən mən də tamına baxmaq istəyirəm. Bu 15 ilə açılmadı bu ətin buzları. Antarktidada 15 ilə buzlar əridi. Bəlkə özünüz işə gedəndə əti çıxardıb qoyasınız çölə, ondan sonra əriyər. Elə bil siz yoxlamamışam. Hər gün işdən çıxanda elə qoyuram ki, əti ora ki, ərisin o mən gəlinə kimi. Bəs bunun bacısı gil var. Maşallah onlar da sumo güləşçisidir elə bil. 3 dənə uşağı var, üçü də belə pompili şeydir. Elə gəlirlər onlar yeyirlər hamısını. Axşam da gələndə deyirəm ki, "Arva, ət hanı bə?" Deyir, "Bacım gil gəldi, hamısını yedi." Elə qalır yenə mənə badımcan. Belə getsə mən boşanacağam, mən dözəmirəm. Mən də ət yemək istəyirəm. Başa düşdünüz nətər? Bəlkə elə o da bu sujetə baxar, yazığı gələr ki, əri də bir ət yesin də, bu yesin də bu ətdən. Ay xanım, bu adam yazıqdır. Soyuducudan əti çıxardın, bir şey bişirin. Qoymayın bu ailə dağılsın. Bax Durdana, ya bu əti bişirirsən, ya da ki mən məhkəməyə ərzən verirəm. Mən dedim sözümü. Çox silah de bu.